Ən çətin ləkələrdən biri olan çay ləkəsi. Ən yaralı yerimdən biri əsas da uşaq paltarlarının yaxasında olan çay ləkələri. Siz hələ baxın görün necə rahat ləkələr çıxdı buradan. Keçən dəfəki postlarda slime ləkəsini, tapanca kleyin ləkəsini, yəni silikonu, nar ləkəsini necə çıxartmağın qaydalarını paylaşmışdım, həmçinin də ruçka ləkəsini. Onda bir çox xanım yazmışdı ki, çay ləkəsini çıxartmağın yolunu öyrədin bizə. Xanımlar, həqiqətən də möhtəşəm məhsul. Qiyməti isə çox münasibdir. Marketdən marketə dəyişir təbii ki, hardasa 2-4 manat arası dəyişir qiymətlər. İtiraf eləyəcəm, dəsmalı bir gün öncədən çaya batırıb qurutmuşdum ki, görüm ləkəsini doğrudan aparır yoxsa yox. Amma boydilər həqiqətən də, yəni ləkələrini çıxarmağa cəhd edib çıxara bilmədiklərindən idi. Hələ bu oğlumun köynəyinə vapşı yanıb tökülmüşdüm, çünki təzə almışdım. Hazırlığa gedəndə təzə almışdım və bir də gördüm ki, oğlum elə bir ləkə salıb ki, neçə dəfə yumuşdum, getmək bilməmişdi. Videoya sona qədər baxın, paltarların necə çiçək kimi olmağını görəcəksiniz. Birinci persolda islatdım, sadəcə qaşıqla o yan bu yan elədim, çitləməyə ehtiyac olmadı. Daha sonra da orisin paraşoklarına attım, paltar yamaşına yuyuldu. Əslində paraşok vurmasam da olardı, çünki çox qəşəng ləkələrini aparmışdı, amma dedim daha da təmiz olsun. Sizin istənilən məhsullarını siz marketlərdən ala bilərsiniz. Mətbəx üçün olanlarını da istifadə edirəm, çox razıyam. Əsası isə cibimizə qənaətdir, həqiqətən qiymətləri çox münasibdir. Və yadıma nə düşdü? Uşaqlıqda anamız sırf bir gününü ayırırdı, girirdi hamama, səhər girirdi, axşam bəlkə də çıxırdı. Çünki 4 uşaq idi, ləyəndə teşdə ayaqla ayaqlayıb belə deyim paltarı yuyurdu. Həqiqətən çox əziyyət çəkirdi. Həsrətlə gözləyirdi ki, anamız işini tez bitirsin, üzünü görək. Hətta biz də corabları bəzən yuyurduq anamıza kömək olsun deyə. Amma nə yaxşı ki, indi artıq paltarya maşın var və belə təmizlik məhsulları var. Takib atmağı unutmayın xanımlar.